Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən hərbi memorial məzarlıqda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik leytenantı, Vətən müharibəsi qəhrəmanı Ağayev Vüqar Əhmədoğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin ziyarətinə gələnlər məzarı üzərinə əklil və gül dəstələri düzüblər. Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, sentyabrın 27-sindən başlayan 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daimə yüksək olması imkan verib ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. Şəhidimizin anası Nənə xanım Ağayeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edək ki, Ağayev Vüqar Əhmədoğlu 1 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir. 2 övladı yadigar qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.